Sumqayıt şəhərinin mərkəzləşdirilmiş içməli su və kanalizasiya infrastrukturu 1950-60-cı illərdə yaradılıb. Sumqayıt şəhəri və ətraf qəsəbələr içməli su ilə Şollar Bakı su kəməri və Ceyranbatan su təmizləyici qurğuları hesabına təmin olunur. Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin master planına əsasən Sumqayıt şəhərinin və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə uyğun olaraq 595 km uzunluğunda magistral və paylayıcı su xətlərinin, 460 km uzunluğunda kanalizasiya kollektor və xətlərinin inşası nəzərdə tutulub. Sumqayıt şəhəri Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizinə axıdılan tullantı suların qarşısını almaq məqsədi ilə 15,2 km uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib. Dənizə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilib. 2 ədəd kanalizasiya nasos stansiyası tikilib. Ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə icra olunan bu layihə sutkada 40 min kubmetr tullantı suyunun Sumqayıt tullantı su təmizləyici qurğusuna ötürülməsini təmin edib. Sumqayıt şəhərində kanalizasiya və yağış sularının qarşısının alınması məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki tikilməkdə olan obyektlərin müdiriyyəti tərəfindən şəhərdə kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılıb. İlkin olaraq Acıdərə kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri həyata keçirilir. Acıdərə kanalının yenidən qurulması layihəsinin davam etdirilməsi, Yaşıldərə yaşayış massivi və 76-cı məhəllə ərazisində formalaşan tullantı suların idarə olunması istiqamətində ilkin olaraq şəhərin bir çox küçələrində kanalizasiya kollektor və xətləri inşa edilir. Layihəyə uyğun olaraq inşaatçılar Səməd Vurğun, Pərviz Hüseynov, Kamran Hüseynov Bakı küçələrində və Koroğlu prospektində təmir yenidən qurma işləri intensiv olaraq davam etdirilir. Layihədə diametri 600, 1000, 1200, 1400 və 1600 mm-lik dəmir beton və eyni zamanda diametri 300, 400, 500 mm-lik qoruq borulardan istifadə edilir. Tikinti işləri normativ qaydalara uyğun olaraq aparılır. Bu günə qədər 622 metr artıq diametri 300 və 400 mm kareli borularla xəttlər yeni şəbəkə çəkilmiş və 19 ədəd quyu quraşdırılmışdır. Və eyni zamanda hal-hazırda Pərviz Hüseynov küçəsində gördüyünüz kimi diametri 1600 mm-lik dəmir beton boruların tikinti quraşdırma işləri başlanmışdır. Eyni ilə layihədə paralel olaraq təmizləyici qurğular sexində, çirkab təmizləyici qurğular sexində 3 ədəd tullantı su anbarının inşasına, təmir işlərinə başlanmış və davam etdirilir. Şəhərin Su Kanal İdarəsinin əməkdaşları fasiləsiz iş rejimində fəaliyyət göstərir. Vətəndaşlar müraciətlərini quruma həm fərdi şəkildə, həm də elektron formada ünvanlaya bilərlər. İdarənin qəza bərpa xidməti fəaliyyətini gücləndirilmiş iş rejimində yerinə yetirir. Hər hansı qəza hadisəsi ilə bağlı çağrı mərkəzinə daxil olan məlumat qəza xidmətinə ötürülür və briqada dərhal problemin həllinə yönləndirilir.